Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Bizim bugünkü mövzumuz təsviri incəsənət 1-ci sinifdən dərs 11. Yəni düşünək, müzakirə edək, mən kiməm mövzusudur. Müxtəlif quruluşlu uşaq sifətləri. Uşaqlar 1-ci və 2-ci şəxsin qız, 3-cü və 4-cü şəklin isə oğlana aid olduğunu bilirik. Rəssamlar öz əsərlərində insanları təsvir edirlər və belə əsərlərdə sifətin forması, üz cizgiləri insanın xarakteri ilə göstərilir. Yəni yumru sifət daha çox hər şeyə aydın olan, daha çox belə deyim, gülərüz olan və hər şeyə pozitiv yanaşan şirin insanların təsviridir. Rəssam öz yaradıcılığında dəfələrlə insan təsvirinə müraciət eləyir. Bəhruz Kəngərli. Bəli. Oğlan budaq ilə Bəhruz Kəngərlinin əsəridir. Bir də qırmızı yaylıqlı qız. Xarakter. Gəlin görək ilk öncə xarakter nədir uşaqlar? Xarakter insanın özünə hər bildiyiniz kimi dünyada nə qədər insan varsa bir o qədər xarakteri var. Yəni bir xarakter bir insana aiddir. Yəni üç xarakter bir insana aid ola bilər. Amma bir xarakter üç insana aid ola bilməz. Yəni hər xarakterin öz insanı var, hər insanın öz xarakteri var. Yəni belə. Xarakter insanın davranışı, düşüncəsi, əməlləri və hiss etdikləri arasında bir gediş-gəliş nöqtəsi deyə bilərəm. Məsələn, belə deyək uşaqlar. Siz məsələn böyüdükdə müəllim olmaq istəyə bilərsiniz. Amma yəni indi düşünürsünüz ki, mən böyüdükdə müəllim olacağam. Amma bir müddət sonra o hissləriniz keçəri ola bilər. Sonra həkimliyə aid bir şey bəyənib həkim olmaq istəyə bilərsiniz. Sonra idmana aid bir şey bəyənib idmançı ola bilərsiniz. Yəni düşüncə sizdə dəyişir. Bəs düşüncəniz dəyişdikcə əməlləriniz də dəyişirmi? Bəli. Yəni siz düşüncəniz dəyişdikdə, məsələn, düşüncəniz dəyişməsə müəllim istəyirsinizsə müəllim olacaqsınız da zaten, düzdür uşaqlar. Yox, düşüncəniz dəyişir və siz daha çox riyaziyyat müəllimi olmaq istəyirsiniz. Bu fikriniz dəyişir. İndi istəyirsiniz həkim olasınız. Və sonra indi dərmanların adlarına, dərmanları öyrənməyə marağınız yaranır. Bir müddət sonra voleybolçu olmaq istəyirsiniz. Voleybol qaydalarına aid olan şeyləri öyrənib sadəcə voleybolçu olmaq istəyə bilərsiniz. Və s. və s. Yəni insanın fikirləri də dəyişir, xarakteri də fikirlərinə əsasən formalaşır və s. və s. Məhz bu xarakter, fikirlər, əməllər, istəklər, bu üçü arasında belə deyim də harmoniyadır uşaqlar. Dostlarınızın sifət quruluşları hansı formadadır? Məsələn, mənim dostlarımın sifət quruluşları daha çox ikisinin sifət quruluşu yumru, birinin sifət quruluşu isə nisbətən yumru kvadrat arasıdır. Yəni belə deyim də. Mənim iki dostumun sifəti belə, bir dostumun sifəti isə bu cürdür təqrib olaraq. Yəni iki qız bir oğlan dostu, yəni bunu nəzərdə tuturam. Yəni ikisinin sifəti yumru, birinin sifəti isə kvadrat, uzunsov kvadrat formasındadır. Sonra gəlin görək başqa nələr var. Gəlin uşaqlar, sonra Bəhruz Kəngərli nələr edib onlara da baxaq istəyirsinizsə. Açdım uşaqlar Wikipediyanı və Bəhruz Kəngərli haqqında məlumat var. Şairimiz 22 yanvar 1892-ci ildə anadan olub Naxçıvanda və 1922-ci ildə də 30 yaşında vəfat eləyib Naxçıvanda yenə. Portretçilik və rəsm əsərlərinə baxaq. Möminə Xatun türbəsi əsərini görürsünüz uşaqlar, 1919-cu ildə çəkmişdir. Sonra Naxçıvan haqqında xatirələr əsəri var, 20-ci əsrə aiddir. Sonra qız portreti 20-ci əsrin əvvəlləri, yəni təqribi olaraq 1902-ci illər arası. Və belə bir foto var, Dağ mənzərəsi adlı əsəridir. Bu da 1916-cı ildədir. Evlə peyzaj əsəri var uşaqlar, görürsünüz. Bu da 1919-cu ildir. Nuh Peyğəmbər türbəsi var. Bu da 1916
15-18-ci illər arasındadır və peysaj var. Azərbaycan Milli İncəsənət Muzeyində də saxlanılır. Yəni belə. Belə, bununla da sizi tanış elədim. İndi son olaraq bir hissəyə də toxunum. Portretçilik məharətləri var uşaqlar burada. Belə uşaqlar. Bu günlük bu qədər. Siz son olaraq mən sizlərə bir şey çatdırım ki, uşaqlar, birinci sinif ola bilərsiniz, yaşınızın balaca olduğunu başa düşürəm, nəzərə alıram, nəzərə ala bilərsiniz siz özünüzdə, amma bəzən özünüzə suallar verin. Yəni, qarşınızda bir dəftər və bir flomaster, bir qələm qoyun. Özünüzə sual verin. Mən kiməm? Mən nə edirəm? Mənim yaxşı əməllərim nədir? Mənim pis əməllərim varmı? Varsa, necə mən bunu yaxşı əməllərə çevirə bilərəm? Mən nəyi sevirəm? Mən necə xoşbəxtəm? Mən kim olmaq istəyirəm? Mənə maraqlı olan şeylər nədir? Mənə maraqlı olmayan və məni yaxşı etməyən, mənə narahatçılıq verən şeylər nədir? Uşaqlar, bu şeyləri yazaraq, siz özünüz əslində özünüzə yaxşılıq etmiş olursunuz. Özünüzlə barışırsınız, özünüzü, belə deyim, ətraflı özünüzü aydınlaşdırırsınız. Və bunları aydınlaşdırdıqdan sonra bir məqsədə gəlirsiniz ki, mən bunları sevirəm və bu şeylər məni xoşbəxt edir. Məsələn, hər hansısa bir vaxt sizin keyfiniz olmadıqda, məsələn, bu şeylərə nəzərən baxıb, məsələn, musiqi dinləməyi xoşlayırsınız. Keyfiniz yoxdur, gedin 10 dəqiqə, 15 dəqiqə musiqi dinləyin. Nə bilim, yürüyüşə çıxın, gəzin və s. Özünüzün kim olduğuna qərar verin uşaqlar. Siz bir fərdsiniz və siz gələcəyin dəyərli nümunəsisiniz. Bu günlük bu qədər uşaqlar. Ümid edirəm bəyənmiş olarsınız. Sağ olun, salamat qalın. Gələn dərslərdə görüşmək ümidi ilə. Hələlik.